Salam uşaqlar, demək qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz passive case və yaxud da genitiv case deyə bilərik ki, yerli çal deməkdir. Yerli çal özünü bilir ki, öncə kilsili düzəlir, ingiliscəsində isə apostrof s və ya s apostrofla düzəlir. Baxırıq birinci sual uşaqlar. Görürük ki, apostrof s-dən sonra verilib bu yerli çal hesab olunur. Apostrof s-dən sonra ayıncı gəlibsə iki hal mümkündür. Əgər ayıncıdan başqa feili varsa, deməli bu yerli çal hesab olunur. Amma ayıncıdan başqa feili yoxdursa, deməli ayıncı burada öz feili və yerli çal hesab olunmur. Ona görə bu yanlışdır. B yanlışdır. Və apostrof s-dən sonra mən burada make görürəm, feil görürəm. Ona görə bu da yanlışdır. Burada axırıncı apostrof s-dən sonra isim görürəm. Yəni verb sözlər deməkdir, isim deməkdir. Aha, bu düzdür. Bu cavab different olacaq. Uşaqlar bir yerdə saxlayın ki, apostrof s yalnız isimləri artırılır. Yəni yerli çalınan zaman hesab olunur. Yəni başqa əvəzliyə falan artırılırsa bu yerli çal hesab olunur. Burada whose yerli çal deyil. Baxırıq ikinci sual uşaqlar. Yəni burada cavab olur D variantı. Baxırıq ikinci sual uşaqlar. İkinci suala görürük ki, ingilisdən sonra ayıncı gəlib. Yəni mən ayıncıdan başqa bir feil görmürəmsə, deməli bu özü burada ayıncı feildir və bu yerli çal deyil. Baxıram qot gəlib. Bu yerli çal deyil. Qot gəlib. Yerli çal deyil. Aha, granny round, aha bu düzdür, D variantıdır. Əvəzli gəlib, yerli çal deyil. Baxırıq, üçüncü sual uşaqlar. Mən görürəm ki, apostrof s-dən sonra feil üstə gəl isim gəlibsə, deməli bu yerli çal hesab olunur. Amma bu üstdən sonra artikel gəlibsə, əvəzlik gəlibsə, ayıncıdan başqa feil yoxdursa, yenə artikel gəlibsə, deməli bu nə deyil uşaqlar? Bu yerli çal hesab olunmur. Burada cavab oldu A variantı. Apostrofdan sonra nə zaman yerli çal hesab olunur? Apostrofdan sonra sifət üstə gəl isim gələrsə, say üstə gəl isim gələrsə, feil sifət üstə gəl isim gələrsə, bir də ayıncıdan başqa feil yoxsa, deməli bu yerli çal hesab olunur. Bu qədər uşaqlar, qanunlar yerli çal hesab olunmur. Dördüncü suala baxırıq uşaqlar. Deyirik isimləri artıran zaman yerli çal hesab olunur. Bu yanlışdır. Aha, hədiyyə isimdir. B variantdır cavab. Aha, bu isimdir. Yenə getdi. Deməli, yenə ayıncıdan başqa mən feil görmürəm. Deməli, bu da getdi. Yenə isim artırılmayıb. Bu da getdi. Baxırıq 5-ci sual uşaqlar. Women's-dən başqa, yəni ayıncıdan mən başqa feil görmürəm deyə bu yenə gedir A variantı. B variantına baxıram uşaqlar. Ayıncıdan, deməli, apostrof s-dən sonra yenə feil gəlib. Yenə bu getdi. Mən isim artırıldığını görmürəm. Apostrof s-dən yenə bu getdi. Aha, apostrof s-dən sonra saksız uğur ismini görürəm. Aha, bu D variantı cavabımızdır. Apostrof s-dən sonra qot gəlməz. Bu da yanlışdır. Cavabımız oldu burada D variantı. 6-cı suala baxırıq uşaqlar. Apostrof s-dən sonra qot olmaz. Bu yanlışdır. Apostrof s-dən sonra particle to olmaz. Bu yanlışdır. Uşaqlar dedik axı, apostrof s və yaxud da s apostrof yalnız isimlər artırılacaq yerli çal hesab olunur. Yəni it is apostrof s deyil. Daha doğrusu yəni yerli çal deyil. Burada apostrof s-dən sonra ayıncı görürəm. Ayıncıdan başqa feil görürəm. Yenə bu da apostrof deyil. Burada aşağıda apostrof s-dən sonra isim görürəm. Yəni rum görürəm. Deməli bu apostrof, yəni bu yerli çal hesab olunur. Y variantı burada cavab uşaqlar. Genitiv case uşaqlar. Passive case eyni mənimə verir. Hər iki yerli çal hesab olunur. Yəni təsəvvür üçün qorxmayın. Genitiv case yerli çal deməkdir. Passive case də yerli çal deməkdir. Uşaqlar burada prosesdən sonra yenə feil görürəm. Yenə bu yanlışdır. Qot görürəm. Yenə yanlışdır. Ayıdan başqa yenə feil görürəm. Bu yanlışdır və isim artırılmayıb deyə apostrof s yenə bu yanlışdır. Apostrof s-dən sonra mən axtarış isim görürəm. Axtarış isimli də cavab D variantı uşaqlar. Apostrof s always görürəm. Yenə bu yanlışdır. Cavabımız D variantı oldu. Yesterday's apostrof s bu düzdür. Sonra baxırıq uşaqlar. Women's bags. Aha, bu da düzdür. The piece of olması vaziyədən sonra mütləq cəm olmalıdır. Bu yanlışdır. To-dan sonra mütləq cəm olmalıdır. Bu da yanlışdır. Cavabı B2. Y variantı. Uşaqlar yadına saxlayın. Rəqəmlərdən sonra mütləq cəm sayılan isim gəlməlidir. Bir də ki uşaqlar, köçdən dəyişən isimlər və cəmi tək eyni olan isimlərin yerli çalı apostrof s olacaq. S apostrof s olmaz. S apostrof olmaz. Yəni apostrof s olacaq. Yerli çalı elə düzələcək. Baxırıq 9-cu sual uşaqlar. 9-cu sualda today's reality. Aha, burada heç bir səhvlik görmürəm, düzdür. Bu yanlışlarla demək köçdən dəyişən isimlər, bir də ki, cəmi tək eyni olan isimlərin yerli çalı S apostrof S yox, S apostrof yox, apostrof S olacaq. Ona görə bu yanlışdır. Ha, bu da düzdür, 3 də düzdür. Yəni tək və cəmi eyni olan isimlərdən biri də deyir. Deməli, today sonra dedik, rəqəmlərdən sonra mütləq sayılan cəm gəlməlidir. Ona görə bu da getdi, cavab olacaq burada. 1, 3, A variantı.
Baxırıq 10-cu sual uşaqlar passiv case deyir bizə. Yəni passiv case nədir uşaqlar? Passiv case yəli çaldı. Yəli çaldı baxırıq. My olmaz dedik, yanlışdır. Both da olmaz, yanlışdır. Answer cavabı isim düzdür. Dedik axı köçkün dəyişənlərin yəli çalı S apostrofesi yox, apostrofesi olur. Onun üçün burada yanlışdır. Burada article gəlib deyə yanlışdır. Burada ismi artırılmayıb apostrofesi onun üçün yanlışdır. Aha burada room düzdür, otaq isimdir. Burada yine ismi artırılmayıb apostrofesi, burada artırılmayıb, burada da artırılmayıb, yanlışdır. Baxın 13-cü sual uşaqlar. To hours walk. Aha burada heç bir səhv görmürəm. Dedik rəqəmlər sonra mütləq sayılan cəm gəlməlidir, bu düzdür. 5 months bu da yanlışdır. 5-dən sonra mütləq cəm gəlməli idi. Today's uşaqlar cəminə bilməz, bu da yanlışdır. Çünki günlər bəzi sözlər var ki, onlar cəminə bilmir. Uşaqlar burada baxırıq. 0 kilometr ha rəqəmdən sonra cəm gəlir, düzdür. Bu da 1-4 cavabımız Y variantı. Aha uşaqlar 10-cu sual izah edirdik. Uşaqlar 10-ca baxırıq. A-da mən passiv case görmürəm, yəni yer çalı görmürəm. It's dedi ki, yer çalı deyil. Was dedi ki, yer çalı deyil. Aha petsin apostrofisindən sonra mən valideynlərə ismi görürəm, ha düzdür. Burada qot görürəm, ona görə yanlışdır. Burada cavab oldu D variantı. 14-cü suala baxırıq uşaqlar. Aha A variantı heç bir səhvlik görmürəm, düzdür. Burada read oxumaq feildə olmaz. Burada beautiful var idi, yəni sifətli olmaz. Qot olmaz, əvəzli olmaz. Baxırıq 15-ci sual uşaqlar. Mən dedik ki, today cəminə bilməz, yəni apostrofesi yox. Deməli S apostrofu yox, yəni apostrofesi olmalı idi. Ona görə bu yanlışdır. Bir də yazı saxlamayın ki, yəni sonu S ilə bitənlər, yəni S ilə bitənlər, yəni qayda yaxud da qoşa S ilə bitənlərin yerli çalı apostrofesi yox. Sadəcə apostrof olacaq. Yəni bu da yanlışdır ona görə də. Baxırıq uşaqlar EC-yə. Aha bunda heç bir səhv görmürəm. Apostrofesindən sonra hold isimdir, düzdür. Baxırıq uşaqlar apostrofesindən sonra walk yenə feildə olmaz. Baxırıq apostrofesindən sonra uşaqlar reading toy deməkdir. Burada nə səhvdir uşaqlar? Decəcək və Mary'nin toyu. Hər ikisinin toyu deyir burada. Uşaqlar yaddan çıxardmayın ki, əgər bir şey ortaqdırsa, cəmi axırıncı, yəni şəxs cəmlənməlidir. Əgər bunların ayrı-ayrı toylarını deyirsənsə, Jack və Mary'nin, onda bu wedding həm cəmlənməli idi, həm də ki, xəbər cəmdə olmadı. Daha xəbər cəmdə, amma weddingdə cəmlənməli idi uşaqlar, toy cəmlənməli idi, əgər əslində ayrı-ayrı toylar deyirsə. Amma əgər ortaqdırsa, o zaman wedding təkdə olacaq, yəni isim təkdə olacaq və Mary cəmlənməli, yəni Jack cəmlənməli deyildi. Ona görə Y variantı səhvdir. Burada cavab oldu C variantı. Aha uşaqlar baxırıq 16-cı suala. 16-cı sualda bizə nə deyir? Yəni passiv case, yəni yer çal istəyir. Uşaqlar yadda saxlayın ki, D artıq qəbul edirsə, bütöv bir ayını verirsə, deməli D artıq qəbul edir və D artıq qəbul edirsə mütləq cəmlənməlidir. Bu olmaz desin, Mrs. cəmlənməli idi. Nix və Helen'in sözü bəli uşaqlar ortaq deyil, yəni bədən özünlər heç vaxt ortaq ola bilməz. Ona görə ayrı-ayrıdır. Deyəcəksiniz ki, müəllim niyə bəs cəmlənməyib? Çünki çox hayır sayılmayan isimdir. Ona görə cəmlənməyib. Xəbər niyə cəm deyil? Çünki sayılmayan isimlərin xəbər cəm ola bilməz. Ona görə 2 düz olacaq. Uşaqlar baxırıq Fireman uşaqlar köçkün dəyişənləri yadda saxlayın ki, bayaq da dedik. S apostrof yox, apostrof S ilə olacaq. Bunların yerli çalı, ona görə səhvdir. Uşaqlara baxırıq 4-cü suala hours, yəni apostrofdan sonra mən isim görürəm, ona görə düzdür bu. Ted və Jack'in otağı, hər ikisi uşaqlar, yəni bir otaq ola bilərdi. Niyə olmasın ki, bu da düzdür. Burada heç bir səhvlik görmürəm. Deməli burada cavabımız 2, 4, 5 A variantı. 17-ci suala baxırıq uşaqlar. F-months uşaqlar dedik axı F-dən sonra mütləq cəm sayılan isim gəlmədi. Bu yanlışdır. F-x rest daha düzdür. Yəni artikeldən sonra tək gəlməlidir. Dedik axı mens olmaz. Bu yanlış şeydir, yəni olmaz. Apostrofdan sonra xəbər düzdür. Women's'də belə olmaz demişdik zaten bayaq. 10-cu cavabımız 2, 4. Y variantı. 18-ci suala baxırıq uşaqlar. The students marks. Aha burada heç bir səhvlik görmürəm. Şagirdlərin markaları. Baxıram uşaqlar chills toys. Uşaqlar dedik axı. Children necə cəmlənir? Children cəmlənir. Chills cəmlənimi ola bilməz. Ona görə bu yanlışdır. Yəni bunun təşkil demək istəyirsə chilled apostrof S deyəcəksiniz. Ona görə bu yanlışdır. Cəmi necə children'sdır. Bunu hər kəs bilir. Apostrof S-dən sonra ha bu düzdür. Baxıram sonra 2 hours bu cəmləmə edəcək. Rəqəmdən sonra mütləq cəm olmalıdır. Ona görə yanlışdır. Apostrof S-dən sonra ha yenə isim. Bu da düzdür. Yenə 5 düzdür. Deyirsən 1, 3 və 5 götürdük. Cavabımız Y variantı oldu uşaqlar.
19-cu suala baxırıq. 19-cu sualda nə istəyir bizdən? Yine pasif case'dir. Yəni yerli çalı istəyir bizdən. A variantı səhvdir. Çünki dedik ki, yerli çal, yəni sadəcə isimlər artıla bilər. Ona görə bu yerli çal hesab olunmur. Burada görürük yeni yerli çal değil. Çünki isimlər artırılmayıb, isim artırılmayıb. Aha, apostrof s ama artikel olmaz. Apostrof artikel gəlsə ise yerli çal hesab olunmur. Hiç yerli çal değil. Aha, o yıl benzin deməkdir uşaqlar və isimdir. Ona görə Y variantı düzdür. Baxırıq 20-ci sual uşaqlar passiv case yəni yenə bizdən yerli çal istəyir. Apostrofdan sonra mən newspaper uşaqlar burada bilirsiniz nədir səhv? Newspaper sayılmır. Burada səhvdir uşaqlar. Newspaper sayılmır və burada cəmlik götürüb. Ona görə bu yanlışdır. It is olmaz dedik, whose olmaz dedik. Yəni yalnız isimlər artılarkən yerli çal hesab olunur. Next-dən sonra ayın gəlib, ayıncıdan sonra aha predict qorumaq feili gəlib. Bu düzdür deməli bu. Ayıncı burada yerli çal hesab olunur. Akot olmaz, yanlışdır dedik. Cavabımız D variantı oldu uşaqlar. Baxırıq 21-ci suala. Dedi ki, very olmaz, həm də ki burada it is olmaz. Sonra bunu görə bilmədik, amma yenə baxırıq axırıncı suala. Aşağıda day gördük. Aha, apostrofun day var, bu düzdür. Sonra bura baxırıq. Brothers'dan sonra aha yenə apostrofdan sonra example, məsələn, yenə deməkdir, isim deməkdir. Bu da düzdür. 3-4 ilə cavabımız uşaqlar C variantı. 22-ci suala baxırıq uşaqlar. Apostrofdan sonra mən yenə isim görürəm. Deməli burada heç bir səhvlik yoxdur. Bir düzdür. Yenə baxırıq uşaqlar. Apostrofdan sonra yenə isim görürəm. Bu yenə düzdür. Burada yenə aşağıda heç vaxt apostrof ola bilməz. Yadınızda saxlayın, yerli çal deyil. Yəni usulun qısalışıdır o. Aslın qısalışıdır. Apostrofdan sonra ayıncın gəlib, amma bu itis apostrof deyil, hesab olunmur. Onca cavab burada bir olacaq. D variantı. 20-ci suala bax uşaqlar. What deyil, apostrof yəni yerli çal hesab olunmur. Itis də həmçinin hesab olunmur. Amma burada Thomas var uşaqlar. Yəni itisə baxmayın. Burada Thomas'a baxırıq. Yəni apostrofdan sonra görürəm ki, birthday isim var, düzdür, 2 ona görə də. Apostrofdan sonra yenə isim var, yenə 3 düzdür. Amma let's uşaqlar dedik olmaz. Aslında qısalışdı. Onun cəzə burada 2-3 olacaq. B variantı. 24-cü suala baxırıq uşaqlar. De buramız aha dedik ki, bütün bölü ailəni bilən D artıqlı artıq və bu zaman D artıqlı artarkən cəmlənməlidir ailədir. Bir düzdür. Bu da aha burada baxırıq uşaqlar. Bu yanlışdır, yəni cəmlənməyib. Şöyle deyək, cəmləyib o children olacaq. Bu elə cəmlə, yəni yanlışdır. Aha 4 düzdür. 1, 4, A variantı. Baxırıq 25-ci suallar uşaqlar passiv case'dir. Yine bizdən yəni yerli çal istəyir. Baxırıq uşaqlar apostrofdan sonra ayın görürəm və amma başqa bir feil görmürəm deyə bu yerli çal deyil. Apostrofdan sonra ayın görürəm və yenə mən burada feil görmürəm. Yenə yerli çal deyil. Apostrofdan sonra qod görürəm, yerli deyil. Sonra nə görürəm? Apostrofdan sonra bu da yerli deyil. Uşaqlar bir dəqiqə. Baxırıq uşaqlar 26-cı suala. 26-cı sualda bizdən passiv case deyir. Deməli uşaqlar, buradan biz görürük ki, bin olmaz. Apostrofdan sonra bin olmaz, yəni yerli çal deyil. Ayıncıdan başqa feil görmürəm, onun görə yerli çal deyil. Apostrofdan sonra aha, qohumlar düzdür, isimdir. Aha, apostrofdan sonra friend, dost, aha düzdür, bu da düzdür, isimdir. 2-4 cavabımız Y variantı. 27-ci suala baxırıq uşaqlar. Ankası ha, birincide heç bir səhvlik görmürəm. Apostrofdan sonra ayıncı görürəm, going təmiz səhvdir, yəni feildir. Apostrofdan sonra qod görürəm, yenə feildə olmaz. The Simpsons aha dedik, axı D article artanda cəm olmalıdır. Bu zaman bütöv bir aydını bildirir. Bu da düzdür. 1-4 cavabımız Y variantı. 28-ci suala baxırıq uşaqlar. The teachers dictionaries. Aha, burada heç bir səhvlik görmürəm uşaqlar, bir düzdür. Apostrofdan sonra saks görürəm, burada heç bir səhvlik görmürəm uşaqlar. De bronze dedik ki, cəmlənməli idi. To-dan elə gəlməli, sonra mütləq cəm gəlməlidir. Onun görə cavab burada 1-2 A variantı. 29-cu suala baxırıq uşaqlar. Passive case, yəni yerli çal yeni istəyir. Apostrofdan sonra artikel olmaz. Apostrofdan sonra aha, B variantı düzdür. Apostrofdan sonra ayın gəlib, amma ondan başqa feil görmədiyim üçün bu yanlışdır. Əvəzlik olmaz, artikel olmaz. Cavabımız B variantı. Baxırıq 30-cu suala baxırıq uşaqlar. Apostrofdan sonra ayın gəlib, amma yenə feil görmürəm mən. Onun üçün bu yanlışdır. Apostrofdan sonra artikel gəlib, yenə yanlışdır. Apostrofdan sonra kiçik qardaş. Aha, bu düzdür. C variantı düzdür çünki
Burada kiçik mənasında kiçik qardaş deməkdir və bu düzdür. Yəni brother qardaş isimdir, düzdür. Apostrof S-dən sonra artikl olmaz, yanlışdır. Əvəzi olmaz, yanlışdır. Cavabımız C variantı. 31-ci suala baxırıq uşaqlar. Apostrof S-dən sonra ayın gəlir və ayınca başqa bir feil görmədiyim üçün bu yenə yerli çal deyil. Apostrof S-dən sonra başqa yenə feil görməm, yenə yerli çal deyil. Apostrof S-dən sonra vazəratı deməkdir uşaqlar və isimdir, bu düzdür. Apostrof S-dən sonra ver görürəm, yenə yanlışdır. Apostrof S-dən sonra artikl görürəm, yenə yanlışdır. 32-ci suala baxıram uşaqlar. 33-cü suala baxıram. Apostrof S-dən sonra boz, düzdür, isimdir. Qot görürəm, yanlışdır. Ayıncı görürəm, ayıdan başqa bir feil görürəm, ona görə yanlışdır. Artikl görürəm, yenə yanlışdır. Artikl görürəm, yenə yanlışdır. Baxırıq 33-cü suala. Uşaqlar burada cavab oldu A variantı. Baxırıq 33-cü suala. Apostrof S-dən sonra ayıncı görürəm, ayıncıdan başqa feil görmədiyim üçün bu yanlışdır. Apostrof S-dən sonra oyuncaq görürəm, düzdür, bu isimdir. Apostrof S-dən sonra ayıncı görürəm və başqa yenə feil görürəm, ona görə yanlışdır. Burada baxıram uşaqlar, ayıncı gördüm, yenə yanlışdır. Qot gördüm, yenə yanlışdır. Burada cavab oldu B variantı. 34-cü suala baxırıq uşaqlar. Yenə pasiv kesin, yəni çal istəyir bizdən. Qot olmaz, yəni çal deyil. Belə ayıncı görürəm uşaqlar, ayıncıdan başqa yenə feil görürəm, yəni çal deyil. Apostrof S görürəm və ayıncı da görürəm. Ayıncıdan başqa yenə feil görürəm. Bu da yəni yerli çal deyil. Ayıncı görürəm uşaqlar, yenə ayıncıdan başqa feil görürəm. Bu da yerli çal deyil və İksam görürəm, düzdür, bu isimdir. Cavabımız Y variantdır burada. Baxıram uşaqlar 35-ci suala. Bu yəni yerli çal deyil. Bu da həmçinin uşaqlar yerli çal deyil. Sonra uşaqlar baxıram ayıncı sonra ayıncı görürəm və ondan sonra mən feil görürəm. Deməli C variantdır burada. Düzdür, qot olmaz. Ayıncı görürəm, ayıncıdan başqa yeni feil görürəm. Bu yanlışdır. Cavabımız C variantı. 36 sonra baxır uşaqlar. Apostrof S-dən sonra close. Burada heç bir problem görmürəm. To-dan sonra dediyi ki, mütləq cəm olmalı, yanlışdır. Tomorrow football match. Bu da düzdür, 3 də düzdür. Heç bir yanlışlıq görmürəm. Police method olar. Bunların cəm forması necə olur? Kökdən dəyişincisindən cəm forması. S apostrofu yox, apostrof S olmalı. Ona görə bu da yanlışdır. Deməli, bir üst götürdük. Bir də 5-ə baxırıq uşaqlar. The teachers conference. Burada heç bir yanlış görmürəm. 1, 3, 5. Cavabımız A variantı. A variantı. Baxırıq 37-ci sual uşaqlar. Apostrof S-dən sonra skin dər düzdür, isimdir. Götürürəm bunu. Apostrof S-dən artikl olmaz dedik, yanlışdır. Apostrof S-dən sonra isim yeni görürəm, götürürəm. Apostrof S-dən sonra yenə isim görürəm, yeni götürürəm. 1, 3, 4. C variantı. 38-ci suala baxıram uşaqlar yenə. Uncles mən burada heç bir səhvlik görmürəm, düzdür. Apostrof S-dən və deyir ki, gözlər uşaqlar düzdür bu. Hər ikisinin gözü uşaq. Bədəni sözlər dedik ki, ortaq ola bilməz. Ona görə bu düzdür. Cəm, xəbər cəm, isim cəm. Hər ikisində cəm var. Düzdür. Hər ikisində apostrof S var. Ona görə düzdür. Görürəm uşaqlar burada apostrof S-dən sonra isim görürəm. Bu da düzdür. Bu da doğru variantdır. Deyəcəm, burada 1-2-3 olacaq. Dedi uşaqlar da yəni bütün bir aləmsə cəmlənmədi. Onca 4 variantı səhvdir. Burada yəni 1, 2, 3 olacaq. Uşaqlar 38-ci suala baxırıq. Deməli, qısmın bir də heç bir səhvlik görmürəm. Biri dedi ki, uşaqlar bədən üzvləri heç bir ortaq ola bilməz. Onca bu düzdür. Yəni cəm isim, cəm xəbər, 2 düzdür. Cavabımız 1-2 olacaq. Uşaqlar dedi ki, reglamentdə mütləq cəm isim olmalıdır. Bu yanlışdır. Uşaqlar dedi ki, bütöv bir ailəni bildirdikdə D artiklından sonra mütləq cəmlənməlidir. Ona görə də bu da yanlışdır. Cavabımız olacaq 1-2 D variantı. 39-cu suala baxırıq uşaqlar. Apostrof S-dən sonra mən sifət görürəm, ona görə bu yanlışdır. Ben burada təkcə Mrs. qəssab, yəni burada heç bir səhvlik görmürəm, düzdür. Yəni qəssab cəmlənməyən isimlərdən biridir. Sonra uşaqlar buradan apostrof S-dən sonra rest, burada heç bir şey görmürəm, istifahat düzdür, isimdir. Uşaqlar burada apostrof S-dən sonra ayıncı var, amma ayıncıdan başqa mən feil görmədiyim üçün, deməli bu da yerli şal hesab olunmur. Cavabımız 2-3D variantı. Baxırıq 40-cı sual uşaqlar. Deməli, sim yazı stavdı. Burada heç bir səhvlik görmürəm uşaqlar. Dedi ki, D artikl varsa mütləq cəmli olmalıdır. 3 uşaqlar səhvdir. Çünki dedi ki, apostrof S-dən sonra V gələrsə bu yerli çal hesab olunmur. Qod gələrsə yerli çal deyil. Rain yağışdırsalar isimdir. Deməli, bu
yerli çal hesab olunur. Cavabımız 1-4 Y variantı. 41-ci suala baxırıq uşaqlar. Ankara Haroşada birinci sualda mən yenə heç bir səhv görmürəm. Both olmaz uşaqlar feildir. Olmaz, yanlışdır. Apostrof S-dən sonra let's dedi uşaqlar yerli çal deyil. Yəni asın qısalışdır. Burada 4-də mən heç bir səhvlik görmürəm. Cavabımız 1-4 B variantı. 42-ci sual baxırıq uşaqlar. Ayıncıdan başqa mən burada feil görmürəm də, bu yanlışdır. Yəni bir apostrof S, yəni yerli çal deyil. İkinci sual baxırım uşaqlar. Aha, Azərbaycan uşaqlar. Bu cəmlənməz, bu yanlışdır. Aha, bu da 3 də yanlışdır. Aşağı 2 də düzdür. 2 də düzdür. Azərbaycan, amma tam görmədim. Orada əslən 2 düzdür uşaqlar. Bir də 4 düzdür uşaqlar. Hold, aha düzdür. 2-4. C variantı. 40-cı sual uşaqlar. Gentif kezdi uşaqlar yer çal deməkdir. Pasif kezdi yer çal deməkdir. Aha, halsız ver dedik olmaz uşaqlar. Yerli çal hesab olunmur. Written olmaz, yerli çal hesab olunmur. Dedik uşaqlar niyə? Hər ikisinin yəni qardaşlar ayrıla bilər. Yəni bu düzdür. Yəni isimcəm, xəbərcəm və hər ikisində apostrof əlavə olunub. Deməli bu düzdür. Aha, S-lənib apostrof S-nin kökün dəyişən isimlərin yerli çalı apostrof S olur. Bu da düzdür. Və özündən sonra isim deyil, bu da düzdür. 3-4 cavabımız D variantı. 44-cü suala baxış uşaqlar. Genitiv keçəni yenə yerli çal istəyir bizdən. Baxırım apostrof S-dən sonra bir səs yəni velosiped nədir uşaqlar isimdir. Deməli bu düzdür. Heç bir səhvlik görmürəm. Particle to olmaz, apostrof yəni yerli çal deyil. Aha uşaqlar burada sifət olmaz, yerli çal deyil. Burada görüm story hekayə nədir, yerli çaldı. Onun görə cavabımız 1-4 A variantı uşaqlar. 45-ə baxıram uşaqlar. 45 də passive case deyil. Apostrof S-dən sonra yuxu, yəni dream nədir, yuxu deməkdir, isimdir. Bu düzdür. Bir düz götürəcəm. Article olmaz, olmaz. Onun görə bin də olmaz həmçinin. Baxır oradan. Aha, elder olar, isimdir. 1-4 cavabımız C variantı. 46-cı suala baxır uşaqlar. Çırıldası dedik uşaqlar. Yerli çal necə düzəlir? S apostrof yox, apostrof S-lə düzəlir. Onun görə bu yanlışdır. Deməli uşaqlar burada heç bir səhvlik görmürəm. Yəni isim gəlir, apostrof S-dən düzdür. 3-də də baxıram uşaqlar. Apostrof S-dən isə isim gəlib düzdür. 4-də baxıram uşaqlar. Valideynlər hər ikisinin ayrıdır. Bəli, burada heç bir səhv görmürəm. Valideyn ayrı ola bilər. Ona görə 4 də düzdür. 2, 3. Aha, 4 düzdür. Uşaqlar, burada mən diqqət eləmədim. Düzdür. Apostrof üçün isim gəlib, amma burada to var. To'ya diqqət eləmədim. To'dan sonra bir də dedik ki, rəqəmlərdən sonra mütləq cəm olmalıdır. Ona görə bu yanlışdır. Cavabımız orada olacaq. Orada 2, 4, D variantı. Yəni, diqqət eləmək lazımdır. Mən gözümdən qaçsa üzrlü sayın. 42-ci suala baxır uşaqlar. 42-ci sualda nə deyir bizə? Yəni, pasif kezdə, yəni yer çal deyir. Apostrof S-dən sonra deyirsən, burada article deyilib. Ona görə yanlışdır. Apostrof S-dən sonra bəli, isimdə düzdür. Aha, isimdir, düzdür. Qot olmaz, onun görə səhvdir. 2-3 cavabımız B variantı. 48-ci suala baxış uşaqlar. Passive case deyil yenə bizdən. Aha, mən yenə isim görürəm. Burada heç bir səhvlim yoxdur. İşadə deyir ki, yəni bədən adları heç vaxt ortaq ola bilməz. Burada Georgian Brianın yəni bədən adlarını ortaq eləyib deyə səhvdir. 3-cü suala baxıram uşaqlar. Aha, burada görə bilmədim. Bu yanlış uşaqlar. Nəsl olmaz, axa. Keçmiş deməkdir, yəni sifət olmaz. Deməli, axısına olar uşaqlarda. Lət, hə, olar. 3 düz uşaqlar, üzrlü sayım. 4 yanlış uşaqlar. Dedik ki, cəmi tək olan isimlər və kökdən dəyişən isimlərin yerli çal necə düzəlir? S apostrof yox, apostrof S-lə düzəlir. Bu yanlışdır. 1-3. Yəni, tam görə bilmədim, onun üzrlü sayım. 1-3 Y variantı. 49-cu suala baxışlar, passive case. Yəni, yenə çal istəyir bizdən. Yəni, çal istəyir. Aha, baxırıq 40-cı suala uşaqlar, 40-cı suala baxırıq. Burada dedik uşaqlar, cəmi təkəyin olan isimlərdə kökün dəyişən isimlərin yerli çal necə düzəlir? S apostrof S yox, apostrof S-lə düzəlir. Ona görə bir yanlışdır. Sonra uşaqlar, burada nə yanlışdır? Burada heç bir yanlışlıq görmürəm, 2 düzdür ona görə də. Uşaqlar, düzdür. Apostrof S-dən sonra isim gəlib, bu düzdür, amma orada saçmayaq. To-dan sonra dedik ki, mütləq cəm isim gəlməlidir. Ona görə bu yanlışdır. Aha, bunların valideynləri, hər ikisinin valideyni ayrı ola bilərdi. Niyə olmasın ki? Ona görə bu düzdür. 2, 4, D variantı. 47-ci suala baxır uşaqlar. Dedik ki, article olmaz, yanlışdır. Aha, teacher düzdür. Aha, place düzdür. Got olmaz idi, yanlışdır. Onca burada 3-3 olacaq B variantı. 48-ə baxır uşaqlar. Aha, room düzdür. Gözlər dedik uşaqlar ortaq ola bilməz. Onca yanlışdır bu. Aha, last words düzdür.
Dedi uşaqlar cəmi təşəkkür olan isimlər, bir də keçirdən dəyişən isimlərin yerli halı S apostrofu yox, apostrof istədilər 14 yanlışdı. Burada cavabımız 1 və 3 oldu. Y variantı. Aha, uşaqlar baxırıq 9-cu suala yine pasif case deyir uşaqlar bizdən. Uşaqlar mid-tuzdan sonra silence bəli sakit söz gəlib isimdir, yəni düzdür, amma artikeldan sonra mütləq tək gəlməli, tək sayılan isim gəlməli. Ona görə bu yanlışdır. Uşaqlar əvəzli olmaz, amma burada başqa apostrof s də var. Yəni burada first aha bu düzdür, yəni say üstə gəlir isim doğrudur. Aha, bunların da düz uşaqlar. Hər ikisinin toy ola bilər, bu da düzdür. Uşaqlar burada nə səhvdir? Dedik ki, Mrs. Mr.dan sonra mütləq tək gəlməlidir. Cəm nə zaman ola bilər? Ailə adı bildiriləndə deyə artikel deyəndə ailə adı bildirir. Onca bu yanlışdır. Cavab 2-3 olacaq. Y variantı. 50-ci suala baxırıq uşaqlar. Deməli uşaqlar ayıdan başqa mən burada heç bir feil görmürəm deyə. Daha doğrusu uşaqlar burada ayıdan başqa bir feil var burada. İdi feili var. Onca bu düzdür. Soruşurlar burada ayıdan başqa bir feil görmürəm deyə bu yanlışdır. Soruşurlar burada baxıram ayıdan başqa, bəli burada was feili var, bu da düzdür. Uşaqlar burada baxıram ki, burada da yanlışdır. Burada baxıram ki, absence daha bu da düzdür. 5 cavabımız A variantı. 51-ci suala baxırıq uşaqlar. Apostrof isim bu aha düzdür. Bunda heç bir səhv görmürəm. Uşaqlar dedi ki, shipin cəmi də təkdə necə olur? Cəmi təkdən uşaqlar apostrof s olur da, yəni onların yerli çalı apostrof s düzələr, ortasında deyil. Baxır uşaqlar, bu da həmçinin elə uşaqlar, bu da getdi, bu da yanlışdır. Sonra sportsman, aha bu düzdür. Bunda heç bir səhvliyim yoxdur. Women, bu da yanlış uşaqlar dedik axı, kökdən dəyişən isimlər, cəmi təşkil isimlərin yerli halı həmişə apostrof s düzəlir. Cavab oldu uşaqlar burada 1 və 4 oldu. 1-4 B variantı. 50-ci suala baxırıq uşaqlar. Burada deyək uşaqlar bulan cəmindir, apostrof s dediyi olmaz. Apostrof s olmalıdır, olmaz. Desimisiz doğrudur, few this doğrudur, 2 years düzdür, 4-5 C variantı. Aha, baxırıq uşaqlar 50-ci sualda. 50-ci sualda got olmaz. Sonra it is olmaz, very olmaz, very olmaz. Going olmaz. Aha, documents yesterday. Documents sənədə isimdir. Yesterday də dünən 7 variantı düzdür. 54-cü suala baxırıq uşaqlar. Going olmaz. That's olmaz. She's olmaz. Appearance görünüş aha olar. Lost olmaz. Sonra dedi ki, bu belə cəmə apostrof s olmalıdır, olmaz. Apostrof s düzdür, amma düz daha tez olar. Düzdür, vəzir düz verilib, düzdür. Düz apostrof s düz verilsə də diz səhv edib. Çünki bu cəmdir, bu mən cəmdir. Ona görə diz olmalıydı. Cəz yenə səhvdir, olmaz. Düzdür, amma apostrof s olmalıdır. Ona görə səhvdir. Cavabımız B variantı. 56-cı suala baxırıq uşaqlar. Those children dedi ki, apostrof s olmalıydı. These children yenə apostrof s olmalıydı, səhvdir. Aha, düzdür, amma this yanlışdır burada. Burada da səhv yanlışdır, həm də apostrof s olmalıydı. These children, aha, bu doğru variantdır, Y variantı. 57-ci suala baxırıq uşaqlar. James and Tom's motherlar, uşaqlar. Bunların hər ikisinin ayrı anası varsa, o zaman mother cəmlənməli idi. Ona görə bu yanlışdır. Aha, Kate və Sandy'nin granny. Aha, bu ola bilər. Düzdür, 2 düzdür. Yəni ikisinin ortağıdırsa, düzdür bu. Bu görə bilmədim söz. Aha, düzdür bu. Deməli, reaction. Aha, bu da heç bir səhvli görmürəm. 2-3. Sonra baxır uşaqlar burada. Ideas, revolution. Aha, bu da düzdür. Biraz planında uşaqlar düzdür sayın mənim PDF-im. Onu görə bilmirəm. Aha, bu da baxırıq burada uşaqlar. Ayıdan başqa mən feil görmədiyim üçün bu da yanlışdır gedər. Burada qaldı 2, 3, 4 dedik də. 2, 3, 4. Cavabımız B variantı. 58-ci suala baxırıq uşaqlar. Ayıdan sonra films deyəsən düzdür bu, 1 düzdür. Daha doğrusu apostrof s deyəcəkdim, ayı deməyəcəkdim. Sonra uşaqlar burada baxırıq. Burada heç bir səhvliyimiz yoxdur uşaqlar. 2 də düzdür. Won olmaz, yanlışdır. Particle to olmaz, yanlışdır. Aha, mən 5-də heç bir səhvlik görmürəm. 5-də düzdür. Cavabımız oldu 1, 2, 5. 2, 5 haradadır? Y variantında. 59 suala baxırıq uşaqlar. 6 dedik. İnşallah rəqəmlər sonra mütləq cəm gəlməlidir. Ona görə yanlışdır. Aha, burada heç bir səhvlik görmürəm. 2 düzdür. Dedik uşaqlar rəqəmlər sonra cəm olmalıdır. Desimiz aha, burada heç bir səhvlik görmürəm. Cavab olacaq 1 və 4.
1-4 demədik, yoxsa 2-4 dedik? 2-4 dedik uşaqlar, 2-4 dedik. 60-a baxırıq uşaqlar. A night sleep, burada heç bir səhvli görmürəm, düzdür. Artıq tək sayılan isim düzdür. Dikcə uşaqlar apostrofesi olmalıdır, children yəli çalı. A few seconds, uşaqlar deyək ki, few-dan sonra mütləq cəm sayılan isim olmalıdır. A weeks, aha, düzdür. 1 və 4. Burada 2 və 4 idi. 61-ci suala baxırıq uşaqlar. Science invention, aha, this, science, aha, bu düzdür, 1 düzdür. Sonra this, aha, cəmdir, amma bu təkdir, ona görə olmaz. Yəni, əvəzlik də tək olmalıydı bunun. Aha, bu düzdür, bu da düzdür. Əvəzlik cəm, aha, bu da cəm, aha, düzdür. Bunu da uşaqlar tək olmalıydı əvəzlik, ona görə səhvdir. Cavab 2 və 3 olacaq. Tək əvəzlərini yadda saxlayın. 4 hərfli işlənir. Zis, zət. Cəm isimlərin işcə 5 hərfli, yəni zes, zoz işlənir uşaqlar. Yadınızda saxlayın. Cavab oldu burada 2-3. Baxırıq 63-cü sual uşaqlar. Aha, apostrofesindən sonra görürüm burada heç bir səhvliyim yoxdur. Aha, təkdir zət, yəni zət əvəzliyi tək isimlə işlənir. Ona görə bu yanlışdır, cəmdir. Zes cəm isimlə işlənir, düzdür, bu düzdür. Zoz cəm isimlərin işlənir, bu yanlışdır. Cavabımız 1 və 3. 63-cü suala baxırıq uşaqlar. Zis dedi ki, tək isimlə işlənir, bu düzdür. Zes dedi ki, cəm isimlə işlənir, bu da düzdür. Zət dedi ki, tək isimlə işlənir, onun üçün bu səhvdir. Zoz dedi ki, cəm isimlə işlənir, onun üçün bu da səhvdir. Cavabımız olacaq 1, 2. Aha, uşaqlara baxırıq 54-cü, daha doğrusu 64-cü sualda. Yenə passiv case'dir, yəni burada new, yəni yenidir. Sifət üstəgə perfume, yəni ətir, yəni isim. Sifət üstəgə isim dedik ki, yəni çalı hesab olunur, onca 1 düzdür. Uşaqlar burada baxırıq. Dedik ki, uşaqlar bütöv bir ailənin virgüllərində D artiklı varsa, mütləq cəmlənməli idi uşaqlar. Ona görə bu yanlışdır ki, yanlışdır. Uşaqlar burada var, apostrofesidən sonra ha isimdir, düzdür. 1, 3. Burada apostrofesidən sonra uşaqlar həm yanlışdır, feil, həm də ki, burada T-dən sonra mütləq cəm olmalıydı, ona görə yanlışdır. Burada uşaqlar particle to gəlib, ona görə yanlışdır. Cavabımız oldu burada 1 və 3. 65-ci suala baxırıq uşaqlar. Bir də görə bilmirəm, amma desən, aha, düzdür, bu 1 düzdür. Uşaqlar chillers dedik ki, apostrofesi olmalı idi. Burada sportsman düzdür cəmlənib və feil gəlib, ya da isim gəlib özündən sonra doğrudur. 3, 1, 3. Wilsons, aha, cəmləm düzdür, bütöv bir ailənin bildirən cəmlənməlidir. To-dan sonra mütləq cəm isim gəlməlidir, ona görə yanlışdır. Cavab olacaq 1, 3, 4. 1, 3 və 4. 66 suala baxırıq uşaqlar. Postman dedik uşaqlar, belə cəmlənə bilməzdir, yəni əgər kökdən dəyişən isimdilərsə, mütləq apostrofesi olmalıdır. Onun görə bir yanlışdır. Bu da həmçinin elə. 3-cü suala baxırıq uşaqlar. 3-cü sualda da düzdür, heç bir səhvlik görmürəm. Apostrofesilə qəbul edib yerli hal. Adi Simpsons uşaqlar, bu da düzdür. Bütöv bir rəndə də artikl işlənərək cəm olur. Zrim olsun, mütləq cəm olmalıdır. Onun görə səhvdir. Cavab olacaq burada 3 və 4. 3 və 4. 67-ci suala baxırıq uşaqlar. Uşaqlar, hər dedik ki, yəni rəqəmdən sonra mütləq cəm olmalıdır. Ona görə bu yanlışdır. Şeydə ki, əvəzlik olmaz. Ona görə bu yanlışdır. Amma əvəzlikdən sonra first day var uşaqlar. Yəni nə yaxşı o tərəfə baxmamışıq. Yəni burada da yenə 2 dənə yəni apostrofes var. Burada düzdür. First day, yəni sayı üstəgəl isim gəlib. Onca 2 düzdür. Burada uşaqlar deməli Mr. şəxsi deyir ki, Mr. sonra mütləq yəni insan adı gəlirsə tək olmalı idi. Zaten çox D artiklə gəldi. Yəni bütöv bir ailənin birlərində cəmlənməli idi. Ona görə bu yanlışdır. Mitchell və Kate'sin engagement. Ha, bu ola bilir uşaqlar, düzdür, bu da düzdür. Cavabımız 2 və 4. Baxırıq 68-ci sual uşaqlar. Passive case-dir yeni uşaqlar. Bir də heç bir səhvlik görməm. Into düzdür. Sonra baxıram burada first birthday. Ha, bu da düzdür. Sayıcı isim gəlib. Burada uşaqlar Mrs. deyəcək, cəmlənə bilməz. Ancaq D artikl qəbul edilsə bütöv bir ailənin cəmlənə bilər. Bu da səhvdir. Cavabımız olacaq 1, 2. 69-cu suala baxırıq uşaqlar. 69-cu sualda Peter və Tomun anaları, aha, uşaqlar hər ikisinin ayrı-ayrılıqda verilibsə, onda mother cəmlənməlidir. Çünki hər ikisinin anası ayrıdırsa, yəni ortaq deyilsə mütləq xəbər həm cəm olmalıdır, həm də isim cəm olmalıdır. Ona görə bir yanlışdır, biri çıxırıq. Bura baxırıq uşaqlar, Molly və Erinin gözləri. Uşaqlar, bəli, hər ikisinin gözləri, yəni bəli düzdür, ortaq deyil, bu düzdür.
Sister-in-law's jacket. Bəli, bu da düzdür. Bir də 3 də düzdür. Bir də istəyirsən hansılar düz götür də 2, 3 düzdür. Aha. Debrons da düzdür uşaqlar. 2, 3, 4. Jackson isə wonda olmaz, yəni feil olmaz. 2, 3, 4 cavab. 2, 3 və 4. Kəlbə yazdım, amma yazdım. 72-ci suala baxırıq uşaqlar. Yeni pasiv case'dir. Cerin və Thomas'ın ataları bəli bir ola bilər, yəni ortaq ola bilər. Jennifer və Brad'ın aha bu da ola bilər uşaqlar. Hər ikisinin ayrı-ayrı düzdür. 1 2 düzdür. Aha bu yanlışdır. Sonra uşaqlar bu da həmçinin yanlışdır. Burada indi qaydaları var bunların oxuyarsınız. Aha bu da düzdür. Cavabımız 1 2 5. 1 2 və 5. 71-ci suala bax uşaqlar. Birinci sualda heç bir səhvlik görmürəm. İkinci sualda həmçinin görürəm səhvlik. Görsənli bu yanlış əsas bir yerdə ola işlənə bilməz. Ona görə yanlışdır. Üçüncü sualda heç bir səhvlik görmürəm. Dördüncü sualda yenə həminki səhvlik var uşaqlar. Yanlışdır. Beşinci sualda heç bir səhvlik görmürəm. Ona görə 5-i götürəcəm. Cavab olacaq 1 3 və 5. 1 3 5. 72-ci suala baxırıq uşaqlar. Apostrof S-dən sonra bundan sonra heç bir səhvlik görmürəm, isim gəlib, amma burada da heç bir səhvlik görmürəm. Burada görürəm uşaqlar bayaqki səhvdir, SS bir yerdə gəlməz. Burada da heç bir səhvlik görmürəm. Burada heç bir səhvlik görmürəm, amma 5-də uşaqlar dediyim kimi 2 SS bir yerdə gələ bilməz, ona görə yanlışdır. Burada zabitəsini dedik biz 1, 3 və 4 dedik. 1, 3, 4. 73-cü suala baxırıq uşaqlar. Burada heç bir səhvlik görmürəm. Apostrof S-dən sonra isim gəlib düzdür. Apostrof S-dən sonra artikel gəlməz demişdik. Apostrof S-dən sonra isim gəlib düzdür. Got olmaz, he də olmaz. Cavabımız 1 və 3. Yəni yerlik hal nə zaman uşaqlar hesab olunur? Yerlik hal sadəcə olaraq ismi artırmalıdır ki, biz yerlik hal hesab edək. 74-cü suala baxırıq uşaqlar. Thomas daha evet düzdür bu. 1-də heç bir səhvlik görmürəm. 2-də heç bir səhvlik görmürəm. 3-də uşaqlar hər ikisinin əgər ortaq deyilsə mütləq isim cəm olmalıdır. Ona görə bu yanlışdır. Həmçinin burada da əgər hər ikisi ortaq deyilsə, yəni ortaqdırsa bu tək olmalı idi. Ona görə bu da yanlışdır. Cavabımız 1 2-də. 75-ci suala baxırıq uşaqlar. 75-ci də heç bir səhvlik görmürəm. Answer cavabı isimdə düzdür. Particle to olmaz, yanlışdır. Visit, uşaqlar visit burada isim kimi çıxış edir. Çünki özündən sonra feil var, deməli 3 düzdür. 4-cü suala baxırıq uşaqlar, particle to olmaz, yanlışdır. 5-ci suala baxırıq uşaqlar. Visit burada uşaqlar, deyəsən isimdir, düzdür isimdir, ona görə bu düzdür. 1 3 5. 3 5. Yadda saxlayın ki, yəni zaten bunu məntiqlə biləcəksiniz. Çünki feil əsla sonda gələ bilməz. Onu yadda saxlayın. Feil sonda gələ bilməz. Feil ya ikinci gələcək. Yəni həmişə isim, yəni mübtədən sonra gəlir feil. Yəni sonda gəlirsə, yəni onu bilin ki, bu isimdir. Onca burada 1 3 5 olacaq. 76-cı suala baxırıq uşaqlar. Apostrof S-dən sonra məqsəd, yəni isimdir, düzdür, heç bir səhvlik görmürəm. Amma particle dedik olmaz. Cavab isimdir, yenə düzdür. Particle to yenə olmaz. Sonra performans isim düzdür. 1 3 5 yenə cavabımız 1 3 5. Uşaqlar baxırıq 77-ci suala. Live olmaz, yəni feil olmaz, çıxırıq. Sonra baxırıq burada, ikinci sualda heç bir səhvlik görmürəm. Üçüncü sualda həmçinin deməliyiz, cəm isimlərlə işlənər və work ismi düzdür. Sonra uşaqlar burada baxırıq. The engineer work və particle to olmaz, bu yanlışdır. Uşaqlar rains, yəni apostrof S-dən sonra spoil bozulur deməkdir, yəni isimdir, onca bu düzdür. 1 3 və 5-in 1 və 3 5 cavab. 78-ci suala baxırıq. 78-ci suala baxırıq uşaqlar, passive case yenilir. Burada heç bir səhvlik görmürəm birinci sualda. Apostrof S-dən sonra isim gəlib. Sonra burada apostrof S hardadır uşaqlar. Burada dedik uşaqlar, cəmlə məzdəbəliyən apostrof S olacaq. Təkrar deyir sərdən bəri. Burada həmçinin uşaqlar həminki qayda, yəni sərdən bəri təkrarlayırıq. Burada heç bir səhvlik görmürəm. Cil və prompt layihələri. Uşaqlar bunlar ayrı-ayrı ortaq deyilsə, bu mütləq cəm olmalı idi. Bu da yanlışdır. Cavabımız olacaq 1 və 4-cü. 1 və 4.
79-cu suala baxırıq uşaqlar. Thomas'un bagi, aha, Yelisidir. Tomun verdiyi söz bu da düzdür. Aha, bu da düzdür. Sonra bura baxırıq uşaqlar. Boz Markın və Freydin əlləri. Uşaqlar dedi ki, bədən adları eyni, yəni ortaq ola bilməz. Ona görə bu yanlışdır. Bu da partikular olmaz. Ona görə yanlışdır. Cavabımız olacaq 1 və 2. 80-ci suala baxırıq uşaqlar. Genitiv case, yəni yerli çal istəyir bizdən. Aha, birinci sualda heç bir səhvliyim yoxdur. Sonra ikinci suala baxıram uşaqlar. İkinci sualda həmçinin heç bir səhvliyim yoxdur. Üçüncü suala baxırıq uşaqlar. Üçüncü sualda dedik ortaq ola bilməz bədən adları, ona görə yanlışdır. Burada partikular olmaz, ona görə yanlış. Cavabımız 1, 2. 81-ci suala baxırıq uşaqlar. Apostrof S-dən sonra isim var, düzdür. Apostrof S-dən yox, bu yanlışdır. Apostrof sonra isim var, yenə düzdür. Aha, olmaz. Ayınca başqa bir feil görmürəm, ona görə yanlışdır. 1-2 olacaq cavab. 80-ci suala baxırıq uşaqlar. Apostrof S-dən sonra ayını görürəm. Ayından başqa bir feil görürəm, bəli görürəm. Deməli, bu özü burada nədir? Yerli çal hesab olunur. Ayından başqa bir feil görmürəm. Bura, ona görə getdi bu. Ayından başqa idi, yəni burada uşaqlar əslində burada var. Ayıncı görmədim bunu. Ayıncı var burada feil. Ona görə 2 düzdür. Burada partikul, şimdi partikul gəlib deyək. Yanlışdır. Burada cavab olacaq 1 və 2. 80-ci suala baxırıq uşaqlar. Baxırıq burada ayıncıdan sonra ha isimdir, düzdür. Birthplace. Sonra whose dedik uşaqlar olmaz. Yəni yerli çalın zamanı hesab. Uşaqlar, baxırıq 84-cü suala. 84-cü sualda bizdən nə istəyir? Baxırıq ki, burada uşaqlar apostrof S-dən sonra görürük ki, isim birthplace isimdir. Ona görə bu düzdür. Ona görə bunu götürəcək. Baxırıq it istədik uşaqlar nədir? Apostrof S yalnız isimlərə qoşularkən yerli çal, yəni hesab olunur. Yəni it yerli çal deyil. Ona görə çıxırsınız. Apostrof S-dən sonra vacib. Vacibdən sonra dişisin. İsim gəlibsə, sifət üzrə isim gəlibsə, deməli uşaqlar bu nədir? Bu yerli çal hesab olunur. Sonra baxırsınız apostrof S-dən sonra ayın gəlib. Uşaqlar ayın gəlibsə, elə ayından başqa əgər feil varsa, demək bu apostrof S burada yerli çal hesab olunacaq. Amma feil yoxdursa, demək bu ayıncı burada özü feil yerində çıxış edir və bu ayıncı hesab olunmayacaq. Amma biz bura baxmırıq. İkinci səhvdə apostrof S var və özündən sonra isim gəlir. Deməli bu düzdür. 5-ci suala baxırıq uşaqlar. Bu yanlış uşaqlar dedik ki, bu mürəkkəb isimlərin yerli çalı apostrof S-lə düzəlir. Yəni sister-in-law'ın yerli çalı apostrof yox, apostrof S-lə düzəlməlidir. Ona görə bu yanlışdır. Cavabımız olacaq 1, 3 və 4. Uşaqlar görürük ki, artikldan sonra deyirik ki, cəm isim gəlməz. Ona görə bu yanlışdır. Apostrof S-dən sonra görürəm ki, behavior, davranış. Bunda heç bir səhvlik görmürəm. Apostrof S-dən sonra yenə population halı yenə isimdir, heç bir səhv görmürəm. Apostrof S-dən sonra uşaqlar, burada heç bir səhvlik yoxdur. Apostrof S-dən isim gəlib, buna heç bir səhvlikdir. Burada var. Dedik ki, rəqəmlər sonra mütləq olmalı, cəm olmalı. Ona görə bu səhvdir. Cavabımız olacaq 2 və 3. 86 suala baxırıq uşaqlar. Görürük ki, uşaqlar apostrof S-dən sonra qərar düzdür. Yəni isimdir, düzdür. Apostrof dedik uşaqlar children, yəni children uşaq sözünün cəm çəkicisi, yəni cəm forması children olur. Ona görə bu yanlış, kids deyə bir şey yoxdur. Men də həmçinin elə, Edriş də həmçinin elə, Plusmin düzdür. Cavabımız 1 və 5. 87-ci suala baxırıq uşaqlar. Apostrof S-dən sonra isim background isimdə düzdür. Apostrof S yenə isim düzdür. Uşaqlar bu da düzdür, həmçinin 3 də düzdür. Bronze strateji deyə artikldan sonra mütləq bütöv bir aydan bilinsin, mütləq cəmlənməlidir. Ona görə bu yanlışdır. Yəni cəm olmalıydı bronze. Burada da uşaqlar, dedik ki, köçün dəyişir isimlər və tərkib və cəmlə eyni olan isimlər nə olmalıdır uşaqlar? Apostrof S olmalı, yerli çalı. Yəni S apostrof ola bilməz. Ona görə yanlışdır. Burada cavabımız oldu 1, 2 və 3. 88-ci suala baxırıq uşaqlar. Dedik ki, köçün dəyişən isimlərin yerli çalı, yəni apostrof S yox, yəni daha S apostrof yox, apostrof S düzəlir. Bu yanlışdır. Bunun üçün də həmçinin uşaqlar dedik yenə. Demək, apostrof S-dən sonra isim gəlib doğrudur. Burada da baxırıq uşaqlar. Desimiz istəyəsin uşaqlar deyilsə, burada deməli bu düzdür. Yəni ki, burada görsənmir, amma yəqin ki 3-4-dür cavab. Baxırıq uşaqlar 89-cu suala. Baxırıq uşaqlar burada. Dedik uşaqlar, rəqəmlər sonra mütləq cəm isim gəlməlidir. Onun üçün bu yanlışdır. Dedik uşaqlar, bunların yerli çalı S apostrof yox, apostrof S düzəlir. Onun üçün bu da yanlışdır.
Aha, dish chips. Aha, burada heç bir səhvlik yoxdur. Düzdür, apostrof S. Yəni tək və cəmi nümunələrin yerli çal apostrof S düzəlir. Bu düzdür. Həmçinin bu da düzdür uşaqlar. 3, 4. 90-cı suala baxırıq uşaqlar. Apostrof S. Aha, uşaqlar 90-cı suala baxırıq. Uşaqlar biz dedik ki, bəzi sözlərin yəni cəm forması olmur. Kimyası, yəni kimyası da onların biridir, düzdür. Bu düzdür, ona görə bir düz götürəcəyik. İkinci suala baxırıq uşaqlar. İkinci sualda ayıncı gördüksə, ayıncıdan başqa bir feil görürük. Aha, görürük to be feili, olmaq feili var. Deməli bu ayıncı burada özü. Amma yox, going olmaz uşaqlar. Ayıncıya baxmırıq. Burada going feildir, ona görə olmaz. Apostrof S-dən sonra uşaqlar görürük ki, İsmail, aha, şöbət heç bir şey görmürəm, burada səhvlik görmürəm. Apostrof S-dən sonra isim dərs düzdür, isimdir. Heç bir səhvlik görmürəm. Apostrof S-dən sonra idi görsəm, yəni partikul görsəm yanlış olacaq. Ona görə cavab burada olacaq 3 və 4. 91-ci suala baxırıq uşaqlar. Burada baxırıq ki, apostrof S-dən sonra isim gəlib, heç bir səhvlik görmürəm. Burada istədiyi ki, apostrof S ola bilməz. Apostrof S-dən sonra isim yenə düzdür. Apostrof S-dən sonra isim yenə düzdür uşaqlar. Apostrof S-dən sonra partikul gəlməz, ona görə yanlışdır. Cavabımız olacaq 1, 3 və 4. 90-cı suala baxırıq uşaqlar. Görürük ki, apostrof S-dən sonra aha, significant nə idi uşaqlar? Significant vacib idi. Vacib nədir? Sifətdir. Amma soruş burada isim deyə bir düz götürəcək. Sifət üzrə isim ola bilər. Amma əgər təkcə sifət olsaydı olmayacaqdı. Apostrof S-dən sonra uşaqlar feil gəlsə, bu yerli çal hesab olunmur. Ona görə 2 gedər. Aha, apostrof S desəm burada da. Aha, apostrof S-dən sonra aha, isim gəlib uşaqlar. Ona görə bu götürəcək. 2-3-ünü götürəcək. Sonra apostrof S-dən sonra burada animal tək. Uşaqlar bu yanlışdır. Yəni burada apostrof S olmalı idi. Apostrof S və yaxud da həm apostrof işlənir zaman işlədə bilir uşaqlar. Əgər şəxs adları son S hərfi ilə və yaxud da qəşəng S ilə bitibsə, o zaman biz həm apostrof S işlədə bilərik, həm də ki sadəcə apostrof işlədə bilərik. Amma burada mən S-ni bitirən görmürəm. Yəni S ilə bitməyib axı. Bu yəni normal L ilə bitirdi. Ona görə bu apostrof S olmalı idi. Ona görə yanlışdır. Cavabımız olacaq 1 və 3. 90-cı suallar görürük ki, apostrof S-dən sonra uğur, saksi uğurdur, düz götürəcək. Apostrof S-dən sonra artikel gəlməz yanlışdır, bin gəlməz də yanlışdır. Apostrof S-dən sonra aha, sifət, yəni yeni sifətdir. Ondan sonra isim gəlir, düz götürəcək. Cavab olacaq 1, 4. Baxırıq uşaqlar 94-cü suala. Görürük ki, apostrof S-dən sonra not gəlməz, bu yanlışdır. Apostrof S-dən sonra sifət üzrə isim düzdür. Apostrof S-dən sonra düzdür, bu düzdür. Amma uşaqlar this, those dedik axı cəmlərlə işlənir. Amma that, this olsaydı götürəcəkdik düz. Amma this, those varsa yanlış olacaq. Yəni this, those yalnız cəmlərlə işlənir. Ona görə yanlışdır bu. Aha, apostrof S-dən sonra yer səthi düzdür, isimdir. Cavab olacaq 2 və 4. Baxırıq 95-ci suala. Apostrof S-dən sonra isim hamı adresini düzdür götürəcək. Apostrof S işləməyib, onu görə səhv götürəcək. Aha, apostrof S-dən sonra isim yenə düzdür uşaqlar. Dedik ki, 2 S bir yana gələ bilməz, ona görə bu yanlışdır. Cavabımız olacaq 1, 3. Uşaqlar, bizi dinlədiyiniz üçün təşəkkür edirik. Ümid edirəm izahlarımızın hamısı anlayışlı və sizə faydalı olmuşdur. Əgər bəyəndinizsə, yorum yazıb suallarınızı verə bilərsiniz. Yorum yazıb bəyənməyi unutmayaq. Diqqətiniz üçün təşəkkürlər.